Dişlərinizdəki o sarı ləkələr cəmi 2 dəqiqədən də az vaxtda yox olacaq və bunun üçün böyük pullar da ödəməyə ehtiyac belə yoxdur. Bananın qabığını götürürsünüz, iç hissəsini çıxarın. Bananın qabığı dişlərinizdəki o sarı ləkələri və artıqları aradan qaldıracaq. İç hissəsini gözəl əzdikdən sonra qabın içinə əlavə edirsiniz. Üzərinə 1 çay qaşığı limon suyu, 1 çay qaşığı da duz əlavə edirsiniz. Duz ağızdakı o pis qoxunu aradan qaldırır və diş ətini də bərkidir. Bu arada uzun müddətdə arıqlamaq istəyirsinizsə, amma iştahınız güclüdür və bunu ac qalmadan etmək istəyirsinizsə, mənim izləyicilərim kimi 1 ay 10-15 kilo arıqlamaq üçün Instagrama, direktə mənə arıqlama proqramı yazın, hər birinizə məlumat göndəriləcək. Bunların hər birini gözəl qarışdırdıqdan sonra üzərinə 1 çay qaşığı da diş macunu əlavə edirsiniz. İndi istifadə qaydasını sizə izah edəcəm, diqqətlə dinləyin. 2 dəqiqə ərzində dişlərinizi bu qarışımla fırçaladıqdan sonra anındaca necə dişlərinizin bəmbəyaz olduğunu özünüz də görəcəksiniz. Həftədə 1-2 dəfə bu üsulu yoxlaya bilərsiniz. Qalıq hissəsini isə 3 həftəyə kimi soyuducunuzda saxlaya bilərsiniz. Bu arada, əgər saçlarınızda kəpək varsa, saçlarınız tökülürsə və yaxud saçlarınız ağarıbsa, qaralmasını istəyirsinizsə, növbəti videomda ev üsulu, sadə, ucuz, çox effektiv bir resept paylaşacağım. Ona görə videonu like edin, kanalıma abunə olun ki, o videomu da qaçırmayasınız. Yorumlarda da hansı ölkədən mənə izlədiyinizi mütləq yazın.